Ünvanımızda sizə müxtəlif çeşidlərdə və müxtəlif xəstəliklərdə istifadə oluna biləcək həm yerli, Hindistan, Çin və digər ölkələrin xalq təbabəti bitkilərini təqdim edirik. Bu bitkilərin özlərini hal-hazırda istifadə edirik və çox yaxşı təsirləri vardır. Bunlardan macunlar, digər qarışımlar hazırlayırıq. Bəzilərini mən sizə təqdim edeyim. Bu bitkilərdən çox təsirli bitkilərdir. Məsələn, toqnat ali bitkisi testosteron artırmaq baxımından çox zəngindir. Həm ekstrakt formasında, həm də bütöv formasında var. Didikən toxumu var bu kişilərdə, prostat xəstəliklərində, həmçinin qadınlarda, qadın xəstəliklərində, qan artımında istifadə olunur. Reyhan toxumudur, qəbizliyin aradan qaldırılmasında istifadə olunur. Çin gəvəni iki formada var, həm ekstrakt, həm də ki bütöv formada. Hüceyrə yeniləyici və bədəni cavanlaşdıran bir xüsusiyyəti vardır. Psilyumun özü mədə-bağırsaq sistemində istifadə olunur. Çaşır bitkisinin həm kötüyü var, həm də ki budaqları var. Kişilərdə aktivliyi təmin etmək üçün istifadə olunur. Mate yarpağı arıqlamaq üçün istifadə olunur. Qatır quyruğu bitkisi həm iki növdə var. Birinci növ, ikinci növ üyüdülmüş formada təqdim olunur sizə. Yakotu bitkisi prostat xəstəliklərində, tut yarpağı şəkərli diabetdə, həmçinin bədənin kalsiumla təmin olunmasında, ərküdə bitkisi qadın xəstəliklərində istifadə olunur. Qarğıdalı teli kişilərdə prostat xəstəliklərində, həmçinin silib kanal sistemi inkişafı üçün, təmizləməsi üçün istifadə olunur. Maka Peru mənşəlidir, enerji verir. Sibir jenşeni, Çin jenşeni və Amerikan jenşeni həmçinin təyinatı üzrə istifadə olunanda bədəni gücləndirir. Fadogia agrestis həmçinin kişilər üçün testosteron artırıcı bir vasitədir. Ginkgo biloba qan dövranını yaxşılaşdırır. Muyura puamadır, katuaba, azğın təki otu, buna epimedium da deyilir. Bunlar hamısı kişilər üçün aktivliyi artırmaq üçün istifadə olunur. Həmçinin yohimbi ekstraktı da buna aiddir. Dəmir tikanın özü testosteron artırma baxımından istifadə olunur. Çin gəvənini sizə dedim. Spirulina moringa super qidalardır, multiminerallarla zəngindir. Cücə palmiya bitkisi prostat xəstəliklərində istifadə olunan bir bitkidir. Həmçinin burada quluncan bitkisi var. Zəncəfilin qırmızı növüdür və bəzi xüsusiyyətlərinə görə zəncəfildən üstün hesab olunur. Darçının kasiya və seylon növləri də var. Keçi buynuzunun üyüdülmüş və bütöv formada var. Aşvaganda bitkisi var. Hind ayurveda təbabətində istifadə olunur. Sinir sakitləşdirici və bədən gücləndirici bir bitkidir. Şatavari də həmçinin o funksiyanı yerinə yetirir. Ud hindi, perqa, güləm və digər bitki tozlarından istifadə edirik. Burada həmçinin toqnat alinin bütöv formada olan variantı, Sibir jenşeninin siropları,